Suraxanada 2 iyul Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, rayon polis idarəsinin rəisi Şəhriyar Şəmşirli, rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon idarəsinin rəisi Rauf Məmmədov, rayon məhkəməsinin sədri Rasim Kazımov, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin rəisi vəzifəsinin icraçısı İsmail Abbasov, rayon icra hakimiyyəti başçısının müavinləri və polis əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları Ulu Öndərin Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında abidəsini ziyarət ediblər. Daha sonra rayon polis idarəsində baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan rayon polis idarəsinin rəisi Şəhriyar Şəmşirli tədbir iştirakçılarını salamlayaraq şəxsi heyəti Peşə Bayramı günü münasibətilə təbrik edib. Şəhriyar Şəmşirli Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq Daxili İşlər Nazirliyi və onun təşkilatı strukturu olan polis orqanlarının dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayaraq inkişaf etdiyini, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını bildirib. O qeyd edib ki, bu gün də dövlət başçımız Cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şərait yaradılıb. Azərbaycan Respublikasının Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazovun 2 iyul Azərbaycan Polisi Günü münasibətilə daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına ünvanlanmış təbrik məktubu səsləndirilib. Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək polis əməkdaşlarına Peşə Bayramı Günü münasibətilə təbrik edib. Azərbaycan Respublikasının prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə doğma vətənin daimi tərəqqisi, daha da qüdrətlənməsi naminə xalqa şərəfli xidmətlərində onlara yeni uğurlar arzulayıb. Rayon icra hakimiyyətinin başçısı xalqımızın milli maraq və mənafelərinin sabitliyin və əmin-amanlığın qorunmasında danılmaz rolu olan polis orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Həmçinin vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəyinə əminliyini bildirərək ölkəmizin davamlı və dayanıqlı inkişafından söz açıb. Sonra bir qrup polis əməkdaşı səmərəli fəaliyyətinə görə Suraxanı rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunublar.